Salam şagirdlər, hər birinizi xoş gördük. Bugün mən sizlərə Güvən nəşriyyatının keçirtdiyi Sınaq 8 blok imtahanı üzrə 11-ci sinif 1-ci qruplarının fizika suallarının izahını verəcəm. Belə ilə vaxt itirmədən keçən sualların izahına bizə deyir ki, düz xətlə hərəkət edən cismin sürətinin modulunun zamanına asılıq qrafik verilmişdir. 5-ci saniyənin sonunda bu cismin sürətin modulunu hesablayın. İlk öncə uşaqlar hərəkət bilirik ki, bərabər təcil hərəkətdir. 3 saniyə üçün bu cismin təcilini tapalım. Başlanğıc sürət 0-dır. Onda buradan V bərabərdir A, T yazsaq, buradan A-nı tapanda V bölünsün T olur. Yəni 6-nı 3-ə bölürəm, təcillim olur 2 metr bölü saniyə kvadratı. Və hərəkət bərabər eyniləşən hərəkətdir və son sürəti 5 saniyə üçün A vurulsun T ilə yaza bilərəm. Düzdürmü? Çünki başlanğıc sürətim 0-dır, A vurulsun T. Buradan təcilimiz 2 almışam, zaman da 5-dir, vuranda olur 10 metr bölünsün saniyə. Doğru cavabımız C variantı. 32. Hansı ifadələr doğrudur? Yavaşlayan hərəkət deyir. Bərabər yavaşlayan hərəkət trayektoriyası zaten düz xəttir. Sürətin qiyməti zaman keçdikcə dəyişir, düzdürmü? Çünki yavaşlayır, yəni sürət azalır, biri 3-dür. Amma yavaşlayan və yeyinləşən hərəkət bərabər təcil hərəkətin növüdür. Ona görə təcilin qiyməti dəyişməyəcəkdir. Doğru cavabımız 1, 3, 6 şəklində olacaqdır. Növbəti sualımız uşaqlar deyir ki, xətti sürəti 5 metr bölü saniyə olan maddi nöqtə verilmiş radiyusu çevir özə bərabər sürətlə hərəkət edir. Dövrətmə periodu 2 saniyə olan bu maddi nöqtənin 4 tam dövr ərzində getdiyi yolu hesablayın. Deməli uşaqlar, sürətimiz var və 5 metr bölü saniyədir və bizdən yolu soruşur. İndi çevir öz hərəkətdə V-nin düsturu V bərabərdir L bölü T-dir. Biz buradan L-i tapanda V vurulsun T olur. Amma bizdə zaman yoxdur. Əvəzində nə var? Dövrətmə periodu var, bir də dövr sayı var. Deməli, onda mən böyük T bərabərdir kiçik T bölü N düsturundan zamanı tapsam, böyük T vurulsun N olacaq. Yəni 2 vurulsun 4 zaman olur 8 saniyə. Gətirib yerinə yazıram. 5 vurulsun 8 olacaqdır 40 metr. Deməli, bizdən N-in R-dən asılıq qrafikini verib, xətti sürətin böyük qiymətini soruşur. Sürətin tezliklə olan düsturu 2πr N-dir. Deməli, sürətin böyük olması üçün Rn hasili böyük olmalıdır. Bunun üçün N-in də böyük qiymətləri lazım. N-in böyük qiymətləri 1 ilə 2, R-in böyük qiymətləri 2 ilə 3. Xəttlər 2 nöqtəsində kəsişdi. Doğru cavabımız B variantı. 35. Maddi nöqtəyə bir düz xətt boyunca əks istiqamətdə yönəlmiş F1 və F2 qüvvələri tətbiq olunub. Bu qüvvələrin əvəzləyicisi 5 və 3 Newton olarsa, F2 qüvvəsinin modulunu hesablayın. Deməli, bu qüvvələrin əvəzləyicini verib və bizə deyir ki, maddi nöqtəyə bir düz xətt boyunca əks istiqamətlərdə yönəlmiş F1 və F2 qüvvələri tətbiq olunub. Deməli, bu qüvvələrin əvəzləyicisi 5-dir, F1 3-dür, F2-ni soruşur. Deməli, uşaqlar, üfüqi səth götürək. Burada bir cismimiz var. Buna əks istiqamətli 2 dənə qüvvə təsir edir. Biri F1, biri F2-dir. Və əks istiqamətli hərəkətdə, yəni cismə təsir edən qüvvələr əks istiqamətdə yönəlibsə, əvəzləyici qüvvəni tapanda F1 minus F2 yazırıq. Düzdürmü? Yazacaq uşaqlar burada F2 çıxılsın F1, çünki F2 F1-dən böyükdür. Burada da əvəzləyici qüvvəmiz 5, düzdürmü? Bərabər olacaqdır. Deməli, F2 çıxılsın F1 3. F2 də buradan alınacaqdır 8 Newton. İçərisində su olan menzurkaya kütləsi 60 qram olan bərk cisim salınıb. Menzurkanın göstəricisine əsasən cismin sıxlığını tap. Bildiyimiz kimi sıxlıq ρ bərabərdir M bölü V-dir. Kütlə 60 qramdır. Bölünsün fikir versiyası əvvəl cisim salınmamışdan öncə menzurkanın göstərişi 40 millilitrdir. Cisim salınandan sonra isə 60 millilitr oldu. Deməli, cisim 20 su buradakı maye 20 millilitr yuxarı qalxıb. Niyə? Çünki deməli bu atılan cismin həcmi elə sıxışdırılıb çıxarılan suyun həcmi qədərdir. Yəni bu atılan cismin həcmi 20 millilitr olubmuş ki, 20 millilitrdəki su neyniyib? Yuxarı qalxıb. Deməli həcmimiz 20 millilitrdir. 1 millilitr 1 kub santimetr olduğuna görə 20 millilitr 20 kub santimetr olacaq. Yerinə yazaq həcmin yerinə. 20 kub santimetr. 60 ilə 20 gedir. Cavabımız 3 qram bölü kub santimetr olacaqdır. 37. Yer səthindən H hündürlüyündə yerin qravitə sahəsi intensivliyi hansı ifadədə təyin olunur? Yer səthindən müəyyən bir hündürlükdə intensivlik J vur M bölü R plus H-ın kvadratı olacaqdır. Yer səthindən şaquli yuxarı atılmış cismin yer dəyişməsi modulunun zamanlı asılıq qrafik hansıdır?
Bildiyimiz kimi yuxarı doğru qalxdıqca koordinatı artır, şaquli yuxarı atılmış hərəkətdə. Sonra aşağı doğru gəldikcə koordinatı azalır. Amma parabola şəklindədir bu. S üçün də yaza bilərik, Y üçün də yaza bilərik. Y bərabərdir Y0 üstə gəl V0YT üstə gəlsin AYT kvadratı bölü 2 yazıram. İndi bunu biz A-nı J ilə yazmalıyıq da, ümumi hərəkətə tətbiq eləsək. Ona görə gördüyümüz kimi parabola şəklində asılıdır və yuxarı doğru qalxdıqca koordinatı artır, sonra isə azalır. 39. Yayın sərtliyinin vahidinin BC-də əsas vahidlərlə ifadəsi hansıdır? F bərabərdir Kx yazaq. Buradan sərtliyi tapanda K bərabərdir F bölü X olacaq. Vahidi yerinə yazaq. Kəmiyyətlərin qüvvə vahidi Newton, uzanma vahidi metr, Newton bölü metrdir. Newton da açıram. Kilogram vur metr bölü saniyə kvadratı yazıram. Bir də məxrəcdə metrimiz var. Metrlə ixtisar gedir. Kilogram bölünsün saniyə kvadratı qalacaqdır. Növbəti sual uşaqlar. Deyir, masa üzərində sürüşən M1 cismi ilə səth arasındakı sürtünmə əmsalı, maraqlı sualdır bu. Sürtünmə əmsalı 0.5 olarsa, bu cismin təcilinin modulunu hesablayın. Deməli uşaqlar, burada M1 2 kiloqramdır. Baxın, bu 2 kiloqramdır və bunun ağırlığı var aşağı doğru 20 Newton və səth tərəfindən buna bir reaksiya göstərir və reaksiya qüvvəsi burada bu 20 Newtona bərabər olduğuna görə bu şaqili qüvvələri nəzərə almırıq. M2 3 kiloqramdırsa ağırlığı 30 Newtondur. İndi fikir verəyin. Buradan biz tapağın təcili. Təcili tapmaq üçün ilk öncə bizə deyir ki, bu cismə deməli sürtünmə qüvvəsi təsir edir və sürtünmə əmsalı 0.5-dir. Bu 30-dursa, deməli bu cismə sağa doğru bir 30 Newton dartı qüvvəsi təsir edir və hərəkətin əksində bir sürtünmə qüvvəsi təsir edir və üfüqi səth olduğuna görə biz burada sürtünmə qüvvəsini deməli necə tapa bilərik? Mü n ilə tapa bilərik. Mü 0.5-dir. N də burada nəyə bərabər oldu? Nə ilə tarazlaşdı? 20 ilə tarazlaşdı. Yazıram 0.5 vurulsun 20. Buradan da alıram 10 Newton. Deməli buna hərəkətin əksinə bir 10 Newton da sürtünmə qüvvəsi təsir edir. Onda biz cisim üzərində əvəzləyici, yəni cismin hərəkət təcilini tapmaq üçün cisim üzərində əvəzləyici qüvvəni bölməliyik. Deməli nəyə? Cismin kütləsinə məndən bu cismindir. Yəni M1-in təcilini soruşur. Ona görə M1 yazıram. Buradan deməli əvəzləyici qüvvəmiz nə qədərdir? Sağa 30, sola 10-dur. Deməli 20-dir. Bölünsün. Birinci cismin də kütləsi 2 kiloqramdır. 20-ni 2-yə böləndə alıram 10 metr bölü saniyə kvadratı. Növbəti sualım uşaqlar. Kütləsi 60 kiloqram olan yükü bloklar sistemi vasitəsilə tarazda saxlayan F qüvvəsinin modulunu hesabla. Bura F-dirsə, avtomatik baxın burada F-dir, eyni ipdir çünki. Burada F-dir, burada F-dir və burada F-dir. Baxıram bu bloka yuxarı doğru neçə F var? 1, 2, 3, 4 dənə F var. Deməli bu aşağı doğru da MJ var. Deməli yuxarı 4 F var, aşağı MJ var. M-imiz də deməli 60-dır. Onda yazıram 4F bərabərdir 60 vurulsun J10. F də buradan alınır 150 Newton. 42. Yer səthindən müəyyən hündürlükdən sərbəst düşən, yəni V0-ımız 0-dır, sərbəst düşən 2 kiloqram kütləli cismin ikinci saniyənin sonunda kinetik enerjisi potensial enerjisindən 4 dəfə çoxdur. Deməli, kinetik enerjisi potensial enerjisindən 4 dəfə çoxdur. Bu cismin tam mexaniki enerjisini tap. Bildiyimiz kimi tam enerji dediyimiz şey kinetik enerji ilə potensial enerjinin cəmidir. Mənə deyir ki, kinetik potensialdan 4 dəfə çoxdur. İndi mən burada əlbəttə ki, nəyə tapa bilərəm əslində? Kinetiki tapa bilərəm. Potensialı da tapmaq olarım, baxaq. Deməli, ikinci saniyənin sonunda. Deməli, uşaqlar, belə eləyərik. Burada yazıram, Y kinetik üzərinə gəlsin. Y potensialı buradan tapanda nə olur? Y kinetik bölünsün 4 olur. Buradan da alıram mən 4'də 5 Y kinetik. İndi Y kinetiki tapağın, mən kinetik enerjini əlbəttə ki, mv kvadratı bölü 2 ilə tapa bilərəm. Mənə yerə dayan anda, yəni ikinci saniyənin sonunda sürət lazım. Sərbəst düşdüyünə görə V0 0-dır. 2 saniyə sonra sürəti mən JT ilə tapa bilərəm. J10, T2. Deməli, 2 saniyə sonra bu cismin sürəti 20 metr bölü saniyə olub. Gətirib yerinə yazaram. Kütlə 2 vurulsun. Son sürət 20 kvadratı 400 bölünsün 2. Buradan alıram ki, kinetik enerjisi 400 oldu. Buradan da yerinə qoyub hesablasaq 5 vurulsun
400 bölünsün 4. Buradan da alacağım mən 500 joule. Deməli tam enerjisi 500 joule bərabər imiş. 43 nömrəli sual. 20 Newton dartı qüvvəsinin təsiri ilə düz xəttli bərabər sürətlə hərəkət edən cisim üzərində sürtünmə qüvvəsinin 5 metr yolda gördüyü işin modulunu hesablayın. Sürtünmə qüvvəsi düzdür. Belə deyək. Əslində mənfi iş görür, amma modulun dediyinə görə müsbət götürəcək və hərəkət düz xəttli bərabər sürətli hərəkətdir və düz xəttli bərabər sürətli hərəkətdə dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olur demişik. Bu cismə fikir verirsə, müəyyən bir bucaq altına qüvvə təsir edir. Onda bu qüvvəni toplananlarına ayıranda görürəm ki, bu cismi dartan qüvvə bu qüvvənin x oxu üzrə proyeksiyasıdır, yəni fx-dir. Buradan mən fx-i tapanda alıram f kosinüs alfa. Çünki bucağa bitişik tərəf kosinüsdür demişik. F'imiz 20, kosinüs alfamız 0.8. Demək, dartı qüvvəsi 16 Newtondur. Avtomatik onda sürtünmə qüvvəsi də 16 Newtondur. Buradan da onda A sürtünmə qüvvəsinin işinin modulu bərabərdir. F sürtünmə vurulsun S. Sürtünmə qüvvəmiz dedik 16'dır və 5 metr yer dəyişmə icra eləyib 16 vurulsun 5 olacaq 80 joule. Hansı cihaz vasitəsilə riyazi rəqqasın rəqs periyodunu təyin etmək olar? Riyazi rəqqasın periyod düsturu 2pi kökün altında L bölünsün J'dir. Burada uzunluq var. Uzunluğu xəttkeşlə ölçə bilirik deyə periyod da xəttkeşlə ölçə bilərik. Harmonik rəqs edən cismin koordinatının zamanla asılı qrafik elib rəqs periyodu və rəqs amplitudu tap. Rəqs amplitudu cismin tarazlıq vəziyyətindən maksimal uzaqlaşdığı məsafədir. Yəni 3 metrdir. Periyodu tapmaq üçün 4 amplitud sayırıq. 1 amplitud, 2 amplitud, 3 amplitud və 4 amplitud. Düşür 8 saniyə. 8 saniyə və 3 metr. Gəmidən dərinliyi 6 km olan dənizin dibinə suda yayılma sürəti 15 metr bölü saniyə olan ultrasəs siqnalı göndərilir. Bu səs siqnalının göndərilmə və qəbul olunma anları arasındakı məsafəni tap. Bu S bərabərdir V vur T bölü 2 düsturudur. Buradan T'ni tapanda 2S bölünsün V olacaq. Bu da 2 vurulsun 6 kilometr, yəni 6000 metr bölünsün V'dən 1500. Bundan bu getdi. 4, 4'ü 2'ye vuranda olur 8 saniyə. Doğru cavabımız A variantı. 47. Harmonik rəqs edən cismin impulsunun proyeksiyasının zamanına asılı qrafik verilib. Bu cismin kinetik enerjisinin zamanına asılı qrafik hansıdır? İlk öncə biz demişik ki, enerji qrafikləri mənfi hissədə ola bilməz. Doğru cavabımız ya C'dir, ya D'dir. Baxıram ki, impulsu sıfırdan başlayıb, deməli kinetik enerjisi sıfırdan başlamalıdır. Doğru cavabımız C variantı. Suda üzən cisimlərin sıxlıqlarının ρ1 bölü ρ2 nisbətini hesablayın. Deməli, uşaqlar bunlar üzürlər. Suda üzürsə, deməli, Arximed qüvvəsi nəyə bərabərdir? Ağırlıq qüvvəsinə bərabər demişik. Arximed qüvvəsinin yerinə ρ maye J V batan yazıram. M-in də yerinə ρ cisim V cisim J yazıram. Buradan J'lər ixtisar gedir. Alıram ki, ρ maye V batan bərabərdir ρ cisim V cisim. İndi uşaqlar buradan mən cismin sıxlığını tapanda ρ cisim bərabərdir ρ maye V batan bölünsün V cisim alacağım. Fikir verirsə hər iki cisim eyni mayədə üzürlər. Mayenin sıxlığı eynidir. Deməli cismin sıxlığı batan həcmlə düz, cismin həcmlə tərs asılıdır. Asıllıq quramında ρ1-in ρ2-yə nisbəti bərabərdir. Batan həcmlə düz asılıdır. Onda yazıram V batan 1 bölünsün V batan 2 vurulsun. Həcmlə, cismin özlərinin həcmlə tərs asılıdır. V cisim 2 bölünsün V cisim 1. Buradan da ρ1-in ρ2-yə nisbəti bərabərdir. Birincinin batan həcmi V qədərdir. Bölünsün ikincinin batan həcmi o da V qədərdir. Əslində bunları da eyni götürmək olardı. Vurulsun ikincinin ümumi həcmi 3V qədərdir. Birincinin ümumi həcmi isə 2V qədərdir. V'lər, bu V'lər gedir. Buradan mən nə alıram? Buradan uşaqlar alıram ki, deməli yazaq buradan ρ1-in ρ2-yə nisbəti bərabər olacaqdır. 3 bölünsün 2. 3 bölünsün 2, yəni doğru cavabımız C variantı. 49. Hidravlik maşında sahəsi 50 kvadrat santimetr olan kiçik porjinə təsir edən qüvvə 80 Newtondur. Tarazlıq alanda sahəsi 200 kvadrat santimetr olan böyük porjinə təsir edən qüvvəni hesablayın. Deməli, uşaqlar hidravlik presdə, hidravlik maşına biz bilirik ki, təzyiqlər bərabər olmalıdır. Onda təzyiqin nə düsturu F bölü S-dir. P1-in yerinə yazıram F1 bölü S1 bərabərdir. P2-nin yerinə yazıram F2 bölünsün S2. Düzdürmü? İndi buradan
yazsaq belə yaza bilərik ki, F2-nin F1-ə nisbəti bərabərdir S2-nin S1-ə nisbətinə. Deməli uşaqlar, hidravlik maşında sahəsi 50 kvadrat santimetr olan kiçik porşiyona təsir edən qüvvə 80-dır. Belə yazaq onda. Belə bir şey yaza bilərik uşaqlar. Yazaq ki, F böyük bölünsün F kiçik bərabərdir S böyük bölünsün S kiçik. Çaşdırmamaq üçün belə yazaq. Deməli, böyük porşiyona təsir edən qüvvəni bizdən soruşur. Bölünsün kiçik porşiyona təsir edən qüvvə 80 bərabərdir. Böyük porşiyonun sahəsi 200-dür. Bölünsün kiçik porşiyonun sahəsi 50-dir. Bundan bu getdi 4. 4-də 80-a vuranda 320 Newton olacaqdır. 50 nömrəli sual. 27 dərəcə Celsius temperaturda bunu Kelvinə keçirsək olacaqdır 300 Kelvin. Üzərinə 273 gəldik. 4 litr həcmli balondakı 0,2 mol ideal qazın təzyiqini hesablayın. Deməli uşaqlar bu PV bərabərdir nu RT düsturudur. Təzyiqi soruşur. P vurulsun. Deməli V 4 litrdir. 1 litrimiz 1000-də 1 kubmetrdir. 4 litrimiz 4 vurulsun 10 üstü mənfi 3 kubmetr olacaq. Bərabərdir nu 100-2. Yəni mən bunu 2 vurulsun 10 üstü mənfi 2 yazıram. Vurulsun R8. Temperaturumuz isə 300-dür. Hesablasaq uşaqlar, deməli 10 üstü 2 bu 10 üstü mənfi 2 10 üstü 2 ilə gedir. Düzdürmü? Burada nə alıram mən? 4 vurulsun 10 üstü mənfi 3P bərabərdir. Sağ tərəfdə 2 vur 8 16 3'ə də vuranda 48 alınır. Buradan 48 bölünsün 4 12 kilopascal olacaq. Doğru cavabımız Y variantı. Sabit temperaturda ideal qazın daxil enerjisinin onun kütləsinin asılı qrafik hansıdır? Daxil enerjinin düsturu 2'də 3. Kiçik M bölünsün böyük M RT-dir. Uşaqların ən çox elədiyi səhvlərdən biri burada sualın doğru cavabını C düşünmələridir. Çünki düşünürlər ki, daxil enerji temperaturdan asılıdır. Temperatur sabit temperatur deyilsə daxil enerji dəyişməz. Uşaqlar bu yanlış fikirdir. Çünki daxil enerji baxıram həm kütlədən asılıdır, həm temperaturdan asılıdır. İndi temperatur sabit qalsa da kütləyə görə daxil enerji dəyişəcək. Özdə necə asılıdır? Düz mütənasib şəkildə asılıdır. Verilmiş kütləli ideal qazın izobar genişlənmə və izoxor qızma prosesləri üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən elə. Deməli, qazın sıxlığı azalır. Genişlənmə deyir. Genişlənirsə V artır. Rho bərabərdir M bölü V'yə görə. Rho bərabərdir M bölü V'yə görə. Genişləndə V artdısa sıxlığı azalmalıdır. 1 bura gedəcək. Qazın sıxlığı dəyişmir burada. Çünki sıxlıq dediyimiz şey rho bərabərdir M bölü V'dir. Verilmiş kütləlidir. M dəyişmir. İzoxor proses deyir. V konstantdır. V də dəyişmir. Ona görə sıxlığı dəyişməz. 2 bura gedər. Qazın temperaturu artır hər ikisində. Çünki genişləndə V artır. Ona görə T artır. PVT asılılığına görə. İzobardır. P dəyişmir. V artdığına görə T artır. Burada da qızmadır. Elə birbaşa temperatur artır. Ona görə 3 ortaqdır. Qazın təzyiqi dəyişmir. İzobarda 4 də bura aiddir. 1, 4, 2, 3 doğru cavabımız Y variantı. Deməli, sıxlığı mayenin sıxlığından cisim müəyyən hissəsi maye batmaqla onun səthində üzür. Deməli, sıxlığı mayenin sıxlığından cismin müəyyən hissəsi maye batmaqla onun səthində üzür. Səthində üzürsə, deməli burada sıxlığı mayenin sıxlığından nədir? Kiçikdir. Kiçik olan. Ona görə 5 uyğun gələcək. Əgər burada cismin sıxlığı mayenin sıxlığından kiçikdirsə, onun səthində üzür. 5 uyğun gəlir. Sıxlığı mayenin sıxlığından həm mayenin daxilində ixtiyari dərinlikdə üzə bilir. Bu bərabərlik halıdır. Yəni cismin sıxlığı əgər mayenin sıxlığına bərabər olarsa daxilində üzür. Deməli 1 uyğun gələcək. Mayedə üzən cismə təsir edən Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabər olur üzmə şərtində. Sıxlığı mayenin sıxlığından böyük olan. Bəli, cisim mayedə batır. 3 uyğun gələcək. Mayedə batmış cismin çəkisi onun vakuumda çəkisindən Arximed qüvvəsi qədər az olur demiş. Uyğunlaşdırsaq 5, 1, 2, 3, 4 şəklində olacaqdır. 54. Suda batmış 5 kiloqram kütləli cismin sudakı çəkisi 20 Newtondur. Bu cismin sıxışdırıb çıxartdığı suyun çəkisini Newtonla hesablayın. Deməli, cismin sudakı çəkisi 20 Newtondur. Düzdürmü? Suda batmış 5 kiloqram kütləli cismin deməli, bu cismi sıxışdırıb çıxartdığı suyun çəkisini hesablayın.
Biz nə demişik uşaqlar? Biz demişik ki, cismin sıxışdırıb çıxartdığı suyun çəkisi ilə Arximed qüvvəsi qədərdir. Düzdürmü? Deməli, F Arximed. Digər tərəfdən P maye bərabərdir. P0 minus F Arximedi yazsam, elə buradan F Arximedi tapanda nə olur? Elə mən cismin sıxışdırıb çıxartdığı suyun çəkisini tapmış oluram. P0 çıxılsın, P maye olmuş olur. P0 5 kilogram, yəni 50 newtondur. Çıxılsın, P maye 20'dir. 50'dən 20 çıxanı nə olacaq? 30 newton olacaq. Təzyiqi 40 kilopascal, həcmi 4 kub desimetr olan ideal qaz izobar genişlənir. Prosesin sonunda qazın həcmi 10 kub desimetr olarsa, bu proses zamanı qazın gördüyü işi joule ilə hesablayın. Deməli, izobar prosesdir. Görülən iş PV-dir. İzobarda P dəyişmir, həcm dəyişir. Delta V yazıram. Bu da P vurulsun. V2 çıxılsın, V1 yazacağım. P 40'dır. 40 vurulsun 10 üstü 3 vurulsun. V2 10 kub desimetrdir. 10 deməli desimetrin kubu çıxılsın 4 desimetrin kubu. Buradan da bərabər olur. 40 vurulsun 10 üstü 3 vurulsun. Deməli uşaqlar burada alacağıq 6 kub desimetr, yəni 6 vurulsun 1 bölünsün 10 üstü 3, yəni 1000'də 6 kub metr. Buradan 10 üstü 3'lər gedir. 40'ı da 6'ya vuranda olacaq 240 joule. Növbəti sual, hansı qrafiklə verilmiş kütləli ideal qaz üzərində gedən izotermik proses uyğundur? İzotermik proses odur ki, temperaturu dəyişməsin. Baxıram ki, 6'da temperaturu dəyişməyib. Deməli, bu variantlar olmaz. Və ideal qazın hal tənliyinin verilmiş kütləli qaz üçün qısa formasını yazsaq, PV T asılığına görə, deməli, PV ilə o zaman tərs asılı olar ki, temperatur sabit qalsın. Deməli, təzyiqlə həcm tərsdirsə, bu da izotermik prosesə uyğundur. 2 və 6. 57. Uyğunluğu müəyyən edin. Verilmiş kütləli ideal qazın təzyiqinin qaz molekulan konsentrasiyasının asılılıq diaqramından. Gəlin baxalım. Deməli, KL hissəsinə baxıram. KL hissəsində P bərabərdir N, K, T yazsam, baxıram ki, P N-lə düz asılıdır. Niyə? Çünki temperatur sabit qalıb. Deməli, KL hissəsində bunun temperaturu dəyişmir və verilmiş kütləli olduğuna görə kütləsi də dəyişmir. Onda daxili enerjisi dəyişməz. Çünki daxili enerjinin düsturu 2'də 3, kiçik M bölünsün böyük M RT-dir. Verilmiş kütləli qazdır. M dəyişmir, R dəyişmir, molekülə dəyişmir. KL hissəsində temperatur dəyişmir. Ona görə daxili enerjisi dəyişməz. Bir də C variantı. Bəs işə baxsam, görürəm ki, burada temperatur artıb, deməli, müsbət iş görməlidir. Ona görə D də uyğun olacaq. Gəldim LM hissəsinə, görürəm ki, konsentrasiya dəyişmir. Onda konsentrasiyanın dəyişməməsi üçün kiçik M bərabərdir, böyük M bölü V-dir. Kütlə dəyişmədiyinə görə molekul sayı dəyişmir. Və niyə konsentrasiya dəyişməyib? Çünki həcm də dəyişməyib. Deməli, LM hissəsi izoxor prosesdir. Və izoxor proses olduğuna görə işi sıfıra bərabərdir. Bir dənə Y getdi bura. Görə indi bəs temperaturu necə dəyişib? Deməli, uşaqlar belə eləyə bilərik ki, P bərabərdir N, K, T yazsam, N dəyişmir. Düzdürmü? K ilə işim yox. Baxıram ki, elem hissəsində təzyiq azalıb. Təzyiq azalıbsa, deməli, temperatur azalıb. Düz asılıdır. Temperatur azalıbsa, deməli, daxili enerjisi də azalar. Ona görə B də uyğun gələcək. MK hissəsində baxıram ki, uşaqlar burada təzyiq dəyişməyib. Düzdürmü? Təzyiq dəyişməyib, amma nə edib? N azalıb. P bərabərdir N, K, T düsturunu yazanda, buradan T-ni tapanda olur. P bölünsün, N vur K. P dəyişməyibdir elemdə, amma N azalır. N azalırsa T artır. T artırsa daxili enerjisi artır. Ona görə 3-ə də A variantı uyğun gələcəkdir. 58. Kütləsi 1 kilogram olan tircik mail müstəvinin təpə nöqtəsindən sərbəst buraxılır. Cisim KML trayektoriyası hərəkət edərək yolun sonuna qoyulmuş yay ilə toqquşur. Toqquşma nəticəsində yay elastiki deformasiya edərək sıxılır. K nöqtəsindən sərbəst buraxılmış bu cismin potensial enerjisinin yay maksimal sıxılan ana qədər hansı növ enerjiyə çevrildiyini yazın. Deməli, uşaqlar bu burada sərbəst düşür. Düzdürmü? Sərbəst düşəndə başlanğıc sürəti 0'dır. Başlanğıc sürəti 0 olduğuna görə bunun kinetik enerjisi də başlanğıcda 0'dır. Və avtomatik bunun atılan anda hansı enerjisi var? Potensial enerjisi var. Deməli, bu nə baş verir? Bu cisim buradan aşağı doğru gəlir və yayı vurur, yayı sıxır, düzdürmü? Yayı sıxanda nə baş verəcək indi? Yay sıxılır, yenə də burada
Yay sıxıldığına görə sürət 0 olur, kinetik enerji 0 olur. Amma əvvəl burada cismin potensial enerjisi vardı. Çünki bu cisim yerdən müəyyən bir hündürlükdə idi. Amma gəlib artıq bu cisim yayı sıxanda yayı deformasiya elətdirdiyinə görə burada cismin potensial enerjisi yayın potensial enerjisine çevrilir. Yayın potensial enerjisine çevrilir. Mən indi yəni aşağıda şəkildə də yazmadım, bütöv yazdım. Yəni ikinci halda fikir verin, burada göstərib. Cisim gəlib bu yayı irəli doğru sıxıb. Yəni yayı deformasiya elətdirib. Ona görə əvvəl bu cismin başlanğıcda sürəti olmadığına görə kinetik yox idi və gəlib bu cisim yayı irəli sıxır, yenə də sükunət halı olur. Maksimal sıxır dayanır. Sürət 0 olduğuna görə yenə kinetik enerjisi 0 olur. Amma əvvəl bu cismin yerdən müəyyən bir hündürlükdə olduğuna görə potensialı vardı. Bu cismin potensial enerjisi yayı sıxan anda yayın potensial enerjisinə çevrildi. 59 müəyyən hündürlükdən sərbəst uçan cismin 4-cü saniyənin sonunda impulsunu hesabla. Bildiyim impulsunu verib, daha doğrusu kütləsini soruşur. Uşaqlar, impuls P bərabərdir M vur V'dir. Buradan biz M'i taparıq. Olacaq P bölünsün V. P var. Sayısandır. Nə yoxdur? V yoxdur. Sərbəst düşdüyünə görə başlanğıc sürət 0-dır. Və müəyyən zaman sonra son sürət tapmaq üçün JT düsturundan istifadə edərik. J10 4-cü saniyənin sonu deyir. 10 vur 4 40. Gətib yerinə yazsaq sayısan bölünsün 40-dan olacaq 2 kiloqram. Və uşaqlar, sonuncu sualımız verilmiş kütləli bir atomlu ideal qazın həcminin mütləq temperaturuna asılılıq qrafikinə əsasən onun daxili enerjisinin təzyiqdən asılılıq qrafikini çəkin. Gəlin çəkəyin uşaqlar. Bunu hissəni pozuram. Deməli, daxili enerjinin təzyiqdən asılılıq qrafikini çəkəcəyik. Unun P-dən asılılıq qrafiki. Deməli uşaqlar, 1-2 hissəsinə baxıram ki, V ilə T düz asılıdır. Niyə? P və T asılılığına görə nə vaxt V ilə T düz asılı olar? P sabit qalsa. Deməli, 1-2 hissəsində təzyiqim sabit qalmalıdır. Və indi baxıram ki, 1-2-də temperatur artır. Temperatur artırsa bunun daxili enerjisi də artar. Düzdür? Bu oldu bizdə 1-2 hissəsi. İndi 2-3 hissəsinə baxıram ki, həcm sabitdir. Onda U bərabərdir 2-də 3 PV düsturuna görə V sabitsə daxili enerji təzyiqlə düz asılıdır. Deməli, düz mütənasib asılı olacaq qrafikim. Amma 2-3-də yenə temperatur artdığına görə daxili enerjisi yenə də artacaq. Baxın, qrafikimiz bu formada olacaqdır uşaqlar. Belə şairlər, 11-ci siniflərə də aid fizika suallarının izahını bitirdim. Ümidvaram ki, sizlər üçün öyrədici olmuş olar. İmtahanda iştirak edən hər bir kəsə uğurlar arz edirəm. İnşallah nəticəniz ürəyiniz istəyən kimi olmuş olar. Belə şairlər, özünüzə yaxşı baxın. Növbəti video izahlarda görüşənə qədər sağ olun, sağlıqla qalın.